Salam, hörmətli izləyicilər. Biz Azərbaycan Respublikası Könüllü Növbətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, biz bu günlərim Göyçay rayonunda Şəhidlər Xiyabandayıq. Bilirsiniz ki, Azərbaycan Respublikasının bütün bölgələrində 20 yanvar qanlı faciəsi anım günü qeyd olunur. Artıq 36 ildir xalq öz şəhidlərini yad edir. 36 il bundan öncə bilirsiniz ki, Azərbaycan paytaxtı Bakı şəhərində keçmiş Rus imperiyasının qoşunları ölkəyə daxil olaraq soyqırım törətmişlər. Yəni, Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda ayağa qalxaraq həmin gecə 19-u 20-dən keçən gecə böyük bir faciə ilə üzləşdi. Bəli, xalq azadlıq, müstəqillik uğrunda öz sinəsini sipər verdi ağır texnikalar qarşısında və yüzlərlə insan orada qətlə yetirildi, şəhid oldu. Bəli, çox ağır bir faciədir və Azərbaycan xalqı doğrudan da bu günlərin mərd xalqdır ona görə ki, o öz müstəqil azadlığını qoruyub saxlaya bildi. Və bildirim ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana qayıtdıqdan sonra həmin müstəqillik, azadlıq yenidən xalqa qayıtdı. Və bu gün də Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz anılır. Onlar tarixə düşən qəhrəmanlardır. Azərbaycanın qanlı yanvar faciəsi bütün dünyada artıq bilindi ki, doğrudan da bu xalqın mərdliyi, qüruru öz azadlığını həmişə qoruyub saxlayacaq. Və bu gün şəhidlərimizin də ruhu şaddır ki, bugün Azərbaycan artıq müstəqil, azad bir dövlətdir, ərazi bütövlüyü özünə qayıdıbdır. Biz də hər bir Azərbaycan vətəndaşı olaraq bu günlərim öz şəhidimizi yad edirik. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bu gün də bəli, bax bu Göyçay rayonunda 2 qanlı yanvar faciəsinin şəhidi var. 2 şəhidimiz var. Allah hər birinə rəhmət eləsin, hər birinin ruhu qarşısında baş əyirik. Bəli, onların yaxınları da buradadır. Onların yaxınlarına da minnətdarıq ki, doğrudan da belə qəhrəman insanların qohumlarıdır, yaxınlarıdır. Hər birimiz şəhidlərimizi anaraq onların ruhu qarşısında bir daha baş əyirik. Diqqətli üçün təşəkkür edirəm. Gedərkən gözünü sabaha dikdi şəhidlər, üç rəngli bayrağı qanları ilə vətən göylərinə çəkdi şəhidlər. 20 yanvar günü o qanlı gecə silahsız xalqıma divan tutuldu. Azadlıq uğrunda gedən yolda azadlıq deyərək toplaşan xalqa odlu silahlarla ateş açıldı. Əryalın xalqının dinc əhalinin üstünə onlarla tank yeridildi. Tarix görməmişdi belə vəhşi, yüzlərlə həmvətən şəhid edildi.